Salam. Futbol tarixinin ən möhtəşəm səhifələri məhz dünya çempionatı yazılıb. Bu yarışda komanda elə performans nümayiş etdirib ki, illər sonra belə biz onlara Prime adı veririk. Və biz var arxası komandası olaraq həm bu məqamdan, həm bu il keçiriləcək dünya çempionatından ilhamlanıb, belə bir qərara gəldik ki, 21-ci əsrdə dünya çempionatlarında iştirak etmiş 16 ən güclü komanda arasında bir Prime komandanı seçəcəyik. Gəlin qısaca sizə reqlement haqqında məlumat verim. 16 komanda artıq bu sarı şarların içindədir. Hal-hazırda püşkatma başlayacaq və siz də bu komandaları öyrənəcəksiniz. Növbəti buraxılışdan başlayaraq artıq 8-də bir final mərasimi başlayacaq və bizim iştirakçılar bu komandaları 5 punkt üzərində müdafiə edəcəklər. Əlbəttə ki, əsas heyət, əsas ulduz, komandanın yarışda yolu və əldə etdiyi nəticə, baş məşqçi və oyun stili. Yəqin ki, püşkatmadan əvvəl bizi tanıtmağa ehtiyac yoxdur. Bizi bütün ölkə tanıyır, Elvin, Fərman və mən Abdul. Əlbəttə ki, bizi tanıyan evində rozetkasının yerini tanıyır. İlk öncə biz komandaları müəyyənləşdirəcəyik, çıxardacağıq bir-bir onlara duellə və bundan sonra artıq hansı duelin hansı həftədə baş tutacağı bəlli olacaq və vaxt bilmədən başlayaq elə Fərmandan da birinci komanda. Yol böyüyündür. Necə bir adva düşdü. Buyurun. Harasa yadına düşdü ki, ondan böyüyəm də yaşlı. Yada düşdü. İlk öncə İndi bunu açmaq var. çıxardıq. Hep ikinci sürpriz. Narmanla hazırlaşmışıq. Can Infantino belə bir təşkil. Braziliya 2002. Oo, Ronaldo, yarışın- Ronaldinho, Rivaldo. Bəli, bilərək ki, yarışın əsas favoritlərindən biri elə birinci çıxır duelə və gəlin Elvin Türkiyə 2002-in uşağı balacası. uşağı balacası demək çətindir. Elvin müəyyənləşdirəcək ki, 8-də bir finalda Braziliya 2002 kimlə qarşılaşacaq? Baxma. Belə elə bir şeylə ki, yəni İspaniya təzədən 2010 başlamayada çıxar. püşkatmalıdır. Yəni İspaniya 2010. onlara yaraşan bir rəqib olsun. İspaniya 2010. Oy oy oy. Bir söz nədir bu? Nədir? Kasilyasın ayağı. Məzələr. Hollandiya 2010. Oo, elə bizim İspaniya 2010 deyirsən. Sevinmişdir. Gözəl. İlk bizim 8-də bir final cütümüz Braziliya 2002 və Hollandiya 2010. Çox möhtəşəm komandalardır. Biz isə vaxt itirmədən keçən növbəti duelə Fərman müəllim. Mən əminəm ki, heç yerdə sizə müəllim demirlər bu verilişdən başqa. Buyurun. Fərman deyəsən Prime'ını çıxarmaq istəyir ancaq. Mən İspaniya. Çıxar da İspaniya 2010 zat. Braziliya 2006. Ancaq Braziliyanı çıxardır. Nə oldu? Bildiyiniz Ancaq kimi Braziliya Fərman. işləyirsən sən. 100%. Yaxşı, növbəti Braziliyamız da Vu buradadır. vu Capoeira Fərman. Üzr istəyirəm, kimsə bilir, başqa bir Hollandiya var orada, onu da bütün Hollandları, bütün Braziliyaları qarışdırır. Elvin baxaq görək, Braziliya 2006, burada Braziliya 2006 yeganə komandadır ki, bizim yarışda yarı finala çatmayıb öz Dirəkmiyor. Mən 2010-dan çıxmıram. iştirak elədiyi yarışda. Almaniya 2010. Almaniya 2010. Mesut Özil'in Real Madrid'e getmə səbəbi. Bəli, həqiqətən pis, belə püşkatma deyil. Bir-birinin gücünə yaraşan komandalardır. Təəssüf olsun ki, heç biri dünya çempionu olmadı öz ilində, amma buna baxmayaraq həqiqətən maraqlı bir cütlükdür, maraqlı bir heyətdir və maraqlı baş məşqçiləri var. Üçüncü cütü çıxardır Fərman. Davay, hansı Braziliya qaldı orada? Çıxart getsin. Hoppa. Uruguay 2010. Uruguay 2010 Farvanın komandası Luis Suarez'in əli və gəlin baxaq bu komandanın rəqibi 8-də bir finalda. Siz necə demişdiniz? İstolanı götürdük ki. Bəli, Hələ bilirsən, hər şey burada indi. Hər şey danışılmış şeylərdir. Bilirsən də, mənim piçoskam yaxşıdır, yoxsa mənim saçım üzərdənim. Uruguay Oy oy oy. 2010. Kim? Həmin 2010-un İspaniyası. İspaniya. Elvin söz verib ki, ancaq Mən 2010-dan o 2010-cu tərəfə keçməyəcəm. Bu komanda deyəsən elə yarışın özü qarşılaşmır. Xeyr, Qarşılaşmırlar. Gəlin onda keçən növbəti artıq 4-cü cütümüzə Fərman müəllim. Bağışlayın, üzr istəyirəm ki, Səfər müəllim deyirəm. Buyurun. Axırıncı dəfə olsun. Baş üstə müəllim, çox Bu biraz soyuqdur ya. soyuqdur. Onda yəni ki, bir 2006 olar, 2014 olar. Bəlkə 2002-dir. 2002 vəsdə yox. Almaniya 2014. Almaniya 2014 dünya çempionu və Argentina milli komandasının finalda qızıl medallarla. Bir səndən niyə Almaniya çıxdı? Edən. Çünki Bavariya maşını. Hə, Bavariya hansı verilişdə bunu səfərlərsə demişdiniz. Bəli. Hər verilişdə. Baxmıram bu verilişlərə, ona görə mən ümumiyyətlə qonaq qismində gəlmişəm, vura bilirsiniz də.
Almanya 2014 Hoppa. dünya çempionu. Davay bir dənə də sən Bir dənə dünya çempionu gəlir. Kim? Fransa 2018. Oo, bu 8-də 1 finalın elə ki Real Bavariyasıdır da, bildiniz mi? Tarixdə ilk dəfə Fransa Rusiyada qalib gəlir. Bəli, o ayda. Buradan fürsətlə istifadə eləyək Napolyon qardaşımıza. Napolyon qardaşımıza, Tot qardaşımız. Salamlarımızı göndərmək istəyirik. Bu həqiqətən maraqlı cütdür. İki dünya çempionu bir-birlərinə qarşılaşır. Bizim isə 5-ci cütümüz müəyyənləşəcəyində Fərman. Aça bilsəm də əgər bunu. Fərman deyirsən, müəllim deməyəndə açamırsan da. Müəllim Bəli. zəhmət olmasa da. Sağ olsun. 5-ci cütümüz möhtəşəm bir komanda. Fransa 2006. Zidane. Boşum arda-arda. Zidane, yenə də Zidane. Zidane və Zidanın elə son oyunu da elə bu yığmada. Zidane və onun yetimləri. baş tutub, deməzdim. Əsas heyətə baxanda orada Zidandan başqa da möhtəşəm oyunçular olub. Var idi, amma möhtəşəm. Yəni Henry var idi, Ribery var idi. Məsəl üçün. Bəli. Və Fransa 2006-nın rəqibi kim olacaq? İtaliya 2006 elə Oy, partlamaq oy, oy. olar da qaqa. Qeyri-adi bir komanda çıxır. Xorvatiya 2018. Xorvatiya bir Fransa ilə qarşılaşmışdı 18-ci ildə. Bu isə başqa Fransadır. Baxaq görək bu Fransaya qarşı hansı nəticələri əldə edəcək Xorvatiya millisi? Xorvatska. O da finalda 6-cı cütümüz. Artıq mən orada yadımdadır. Bəzi belə möhtəşəm komandalar Var, qalıb və 6-cı cütümüzdə ilk komanda Argentina 2022. Argentina Dünya son çempionu. dünya çempionu, hansı ki bu il Amerikada, Kanadada və Meksikada öz dünya çempionluğunu qorumağa çalışacaq. Görək baxaq bu möhtəşəm millinin rəqibi kim olacaq? Mən hiss edirəm ki Portuqaliya ola bilər. Argentinadırsa Portuqaliya olar da. 100%. İndi sən Portuqaliyanı çıxarmırsansa, şəhərlərdə söyüş yiyəsi ola bilərsən, Elvin, görünürsən. Nə? Almanya 2006. Oo. Amma Portuqaliya istəyirdik, bəlkə belə növbəti roundda Ballakın görüşərək. hələ kapitanlığı. Ballakın hələ kapitan olan yığması və bu komanda həqiqətən deyəsən öz evində iştirak edirdi. Bəli, bəli, 2006-da dünya çempionatı Hoppa. keçirilmişdi Almaniyada və bizim 7-ci Müəllimdir. bax da indi. Müəllim də aça bilmirəm. Müəllimdir. Hələ ki müəllimdir. Keç tez bitirəcəyik də bu şadlananda. Narahat olma. 7-ci cütümüz Türkiyə 2002. Oy oy oy. Mən əminəm ki, Oy, oy, necə oy. ki 8-də 1 finalda bəzi niyyətlər az keçdilər Qalatasarayı dəstəkləyirdi. Bu möhtəşəm bizim yarışımızda da Türkiyə 2002-ni dəstəkləyə çox adam Hasan olacaq. Şaşın saçını mən özünə oxşadım. Baxaq görək Rüştü və onların komanda yoldaşlarının rəqibi kim olacaq 8-də 1 finalda? Çıxart. Hamımız bu komandanı gözləyirik, çıxart artıq. Artıq adını da çəkmişik. Görək baxaq nə varırsan, nə edirsən. Elvin. Rüşdiyə Portuqaliya düşdü. Oo, Portuqaliya 2006 2006 və Türkiyə 2002. Mən deməzdim ki, bu cütlükdə favorit var. Çünki yəni dəyişə bilər Türkiyə məncə. Yenə də yox. Bizdə 2006 Portuqaliya çox belə bolduzlu komandadır amma Evet. yenə də. Və bizim son cütümüz gəl belə eləyim, belə. Eyni anda. Bəli, eyni anda. Eyni ikimiz də anda. Yox, açsın, eyni anda yox. Yox, ikimiz də gəl mən açsın. bir, yenə də böyük olaraq. Yəni böyük olaraq Fərman birinci açsın. İndi hər yerdə keçmir, amma Yəni- avtobusda və bizim yarışda keçir böyle. Fransa 2022. Fransa 2022. Biz əlbəttə ki Mbappé'nin xəttini yada salırıq finalda. Görək baxaq bu möhtəşəm komandanın Oho. rəqibi kim İtaliya olacaq? 2006. Bizdə nə vaxtsa İtaliya-Fransa qarşılaşması baş tutmalı idi. Elə burada da baş tutdu. Bəli, bəli. Və uşaqlar Ondan sonra İtaliya futbol oynamır. ondan sonra İtaliya futbolu oynamır və artıq cütlüklər bəllidir, cütlükləri bilirik və gəlin müəyyənləşdirək ki, bu cütlüklər hansı həftədə bir-birləri yaraşacaq. Burada 8 dənə ağ top görürsüz və biz bu topları çıxardaraq müəyyən edəcəyik ki, hansı cütlüklər hansı həftədə iştirak edəcək. Mən əlbəttə ki, heç təşkilatı cəhətdən istilənməmiş bu topları Heç UEFA kimi deyil. və Latatrona göndərirəm və Fərmanla Elvin yenə öz prosedurunu davam edəcək. Elvin başla, bu dəfə İlk sən öncə başla. birinci cütlük hansıdır Elvin bəy? Braziliya 2002, Hollandiya 2010. Gözəl. Baxaq görə hansı həftədə qarşılaşacaqlar bizim bu möhtəşəm komandalarımız. 5-ci həftənin 5-ci görüşü həftədə, olacaq. yəni 5 həftə sonra siz Braziliya-Hollandiya qarşılaşmasını yalnız və yalnız Var Arxası YouTube kanalında görəcəksiniz Prime verilişində. Növbəti cütlüyümüz hansıdır? Növbəti cütlüyümüz deməli Braziliya 2006, Almanya 2010. O Braziliya-Almaniya qarşılaşanda həmişə nəsə baş tutur. Görək baxaq bu dəfə. 3-cü həftəsində. 3-cü həftədə bizdə Braziliya və Almaniya bir-birlərindən qarşılaşacaq. Gəl birini də sən seç. Bir də mənə gəlmişik də. Daha dayanmısan burada. Kimdir üçüncü cütlük? Uruguay, Uruguay, İspaniya. İspaniya, ikisi də 2010. Oo, ikisi də 2010. Belə xüsusi bir cütlüyə xüsusi bir rəqəm düşər.
10-cu həftə. 10-cu həftə pislər. 10-cu həftə yoxdur axı bu. 7-ci həftə. Paşti. 7-ci həftədə Uruguay 2010 və İspaniya 2010 qarşılaşacaqlar bir-birləri ilə. Davam eləyək. Fərman müəllim, buyurun. 4-cü cütlük hansıdır bizdə? Fransa 2018, Almanya 2014. Gözəl, gözəl. Fransa və Almanya qarşılaşması həmişə ikonik olur. Xüsusən də dünya çempionatlarında. Fərman müəllim, səbirsizliklə sizi gözləyirik. Birinci həftədə. Birinci həftədə, Birinci oyunumuz. elə birinci həftədə biz bu Bəli. Fransa-Almanya qarşılaşmasını görəcəyik. Elmin bəy, Daha bir- Smertli Çasnastal, Bir dənə də Fransa gəlir, Xorvatiya ilə bir Fransa, dəfə. Xorvatiya, bu da dövlətə bilirsən Fransa 2006-da, düzdür? Fransa 2018. Oo, 18. Bomba kimi. 8-ci həftə. Ən son həftədə bizdə Fransa və Xorvatiya millətləri, milli komandalar daha doğrusu qarşılaşacaq. Növbəti bizim qarşılaşmamız hansıdır? Almanya 2006, Argentina 2022. Oo, 2014-ün finalı da. Bəzi Messi və Barcelona keçdikləri üçün ağır bir Gözəl. cütlükdür Argentina, Almanya. Görə baxaq bu komandalar hansı həftədə qarşılaşacaq? Onu da sən götür da. 6-cı həftədə. 6-cı həftədə. Gözəl, gözəl. Və bizim deyəsən son cütümüz qaldı, düzdürmü? Xeyr. Yox, Bunu sizdə mən də götürdüm. birdən. Onu da sən götür. Onu mən götürərəm. Onu Səndə saxla. hansı cütdür? Gözlə bir bax. Məndə olsun, deməli, Türkiyə, Türkiyə 2002, Portuqaliya 2006. Oo, maraqlıdır, maraqlıdır. Bu olacaq, deməli, birinci həftə olsaydı hamı baxardı. Amma ikinci həftə olsun. Amma ikinci həftədə baxın, birinci həftədən buraxsız olur, ikinci həftə qəti qadağandır. Və bizim sonuncu 8-ci cütümüzün həftəsi buradadır. İtaliya 2006, Fransa 2022. İtaliya-Fransa belə ikonik bir qarşılaşmanı mən əlbəttə ki, xüsusi bir rəqəmlə qeyd etməliyəm. Baxın görüm nə rəqəmdir burada? 4. 4-cü rəqəm Fransa-İtaliya qarşılaşması. Bizim püşkatma mərasimimiz yekunlaşdı. Biz artıq bir həftə sonra var arxası YouTube kanalında ilk cütlüyümüzü müzakirə edəcəyik. Qeyd etdiyim kimi vacib bir məqam var. Artıq bura qədər gəlib çatmışsınızsa bunu qeyd etməmişdik. Bizim iştirakçılar komandaları müdafiə edəcək qeyd etdiyim 5 punkt əsasında. Amma hansı komanda 4də 1 finala keçəcək, bunu siz müəyyənləşdirəcəksiniz bizim arxası YouTube kanalının şərhlərində. Ona görə də bizim buraxılışları buraxmırıq, izləyirik və izləmədə qalırıq. Çox sağ olun. I'm tripping.